Kişi neyləməlidir? Sual budur ki, kişinin öhdəliyi nədir? Kişinin öhdəliyi qarşı tərəfə lazım olan, bax, ehtiyacı qədəri, maddi tərəfləri olsun, paltar məsələsi ola bilər, qida məsələsi ola bilər, onu təmin edə bilirsə, evlənmək üçün şərait vardır artıq. Yəni, uzatmaq mənası yoxdur. Yoxsa bu evi, eşiyi filanı olsun, maşını olsun, bunlar göstəricilər deyil. Bunlar hamısı ehtiyaclardır. Bunlar olsa yaxşı olar, amma əsas deyil. Çünki əsası üçün necə ki, uşaq məktəbə hazır olmalıdır. Get-gedə sonra bunun karandaş alınır, kitab alınır, qələm alınır. Zamanla bunlar oturuşar. Bizim problemlərimiz qarşı tərəfi düzgün tanımamamızdadır. Bir insanın maddi tərəflərini soruşduğunuz kimi evini, eşiyini, bilməm, maşınını soruşursun. Eyni zamanda soruşun ki, emosional dayanıqlığı nə qədərdir? Həmin dəqiqə İngiliscə belə bir söz var. Don't react, but respond. Yəni, Dəlisov kimi reaksiya vermə, amma səbirli ol, hissin soğusun, sonra cavab ver. Respond, yəni, ağılla, məntiqlə cavab ver. Yəni, görün, verə bilir, orada o dayanıqlıq necədir. Kişini sındırıb, yəni ondan yenisini heç ala bilirsiniz. Çünki qadın əməliyyat edir, kişini sındırar, tökər, sonra görər ki, bir şey də alınmadı, sonra deyər ki, əvvəlki kimi deyilsən. Problem də elə bu adamın əvvəlki kimi olmamağındadır. Çünki əvvəlki versiyası daha maraqlı idi.